Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və metodika müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 16 mart tarixində 4-cü sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. İlk 20 sual Azərbaycan dili suallarıdır, növbəti 20 sual isə riyaziyyat suallarıdır. Başlayaq sualların izahına. Sual 1. Hansı sözdə A saiti uzun tələffüz olunur? Abidə. Abidə. A uzanır. Cavab ilə A variantıdır. Elan. Burada E uzanır. Şahmat. Yazı. Bunlarda isə uzanma yoxdur. Tərkibində qalan saatlər işlənmiş sözü seçin. Qalan saatlər hansılardır? A, I, O, U. İndi baxaq. Ümid, ləçək, dəniz, qapı. Qapıda A, I. Qalan saatləri işlənib. D variantı. Hansı söz termindir? Təbiət, qaçış, kvadrat, meşə. Kvadrat sözü termindir. Azərbaycan dili ilə bağlıdır. Daha doğrusu riyaziyyatla bağlıdır. Kvadrat riyaziyyatla bağlı olan termindir. Hansı cümlədə məcazi mənalı ifadə işlənib? Ana övladının göz yaşlarını sildi. Bu həqiqi mənadadır. Doğum günündə ona saat aldı. Dərmanı xəstəyə verdi. Bunlar həqiqi mənadadır. Oxuduqlarına bir daha nəzər saldı. Nəzər salmaq məcazi mənalı ifadədir. B variantı. Hansı sözün yazışı və deyilişi fərqlənmir? Otaq, otaq, palıd, palıd, pələng, pəlləng. Bu sözlərin yazış və deyilişi fərqlənir. Bağban sözünün isə yazış və deyilişi fərqlənmir. C variantı. Hansı sözdə ahəng qanunu pozulub? Sözdə həm qalın, həm də incə sayt olarsa, həmin sözdə ahəng qanunu pozulmuş olacaqdır. Hansı sözdə yalnız qalın sayt və yaxud da yalnız incə sayt varsa, o sözdə ahəng qanunu pozulmayıb. Şərtdə deyir ki, hansı sözdə ahəng qanunu pozulmayıb? Yuxusuz, U. Üçü də eyni saytdır. Qalınlar hansılardır? A, I, O, U. U da qalındır. Ahəng qanunu pozulmayıb. İşıq, qalın da var. İncə də həyat, xeyirxah. Bunlarda həm qalın var, həm incə var. Amma yuxusuzda yalnız qalın var. Sözdə yalnız qalın və yaxud da yalnız incə saytı varsa, ahəng qanunu pozulmur. Həm qalın, həm incə varsa, ahəng qanunu pozulur. Pozulmayanı soruşur, o da A variantıdır. Hansı bənddə təyin əvəzliklər verilib? Təyin əvəzliklər hansılardır? Öz, hər, bütün, filan. Öz, hər, bütün, filan. Baxırıq, o da B variantında var. Baxın, öz, hər. Məsələn, C-də sənlə biz şəxs əvəzliyidir. Sonra A-da o, bu, elə, belə, həmin işarə əvəzliklərdir. Belə, həmin işarə. Sonra sən, biz, şəxs, kimsə, nəsə də qeyri-müəyyən. Təyin əvəzlikdə özlə hər oldu. B variantı. Sözlərdən biri nə sualına cavab verir. Kitab nə? Elə A variantıdır. Şirin necə? 30 neçə? Biz isim kimi işlənəndə demək, nə sualını veririk? Bir də ki, biz şəxs əvəzliyi var. Biz sözlərdən biri nə sualına cavab verir. Biz şəxs əvəzliyi kimi də işlənə bilir. Bir də iynə kimi. İynə biz. Burada isim kimi də işlənə bilir. İsim kimi işlənəndə nə sualını veririk. Amma biz dəqiq olaraq bilmirik axı, bizi burada əvəzlik kimi verib, yoxsa iynə biz mənasında verib. Ona görə D variantını götürə bilmərik. Çünki burada bizim şəxs əvəzliyi yoxsa isim kimi verildiyini dəqiq bilmirik. Amma dəqiq bilirik ki, kitab nə sualına cavab verir. A variantı. Biri həm sifət, həm də feil kimi işlənə bilir. Sarı, sarı rəng sifət kimi işləndiyi, bir də sarımaq feili var. Elə A variantıdır. Əqrəb, bir var əqrəb həşərat, bir də saatın əqrəbi. Hər iki halda isimdir. Yaş, insanın yaşı, isim, bir də yaş paltar sifət kimi. Min sayı var, bir də minmək feili var. Hansı sözü saytla başlanan şəkil çarptırıldıqda Q samiti Ğ samitinə keçir? Q-Ğ-ya keçir. Demək, baxın, köynəkdə Q-dır, türkdə Q-dır. Bunlar çıxdıq. Ümumiyyətlə, türkdə heç dəyişmə olmur. Köynəkdə Q-yu əvəzlənməsi olur. Sonra şəfəqdə Q-Ğ-ya keçmir, şəfəq olmur. Amma yarpaqda Q-Ğ-ya keçir. Yarpağın, yarpağa A variantı. Hansı cümlədə səhv yazılmış söz var? Kasıb itinin adını gümüş qoyar. İt adı, ümumiyyətlə, heyvan adları böyük hərflə yazılır. Yəni, burada gümüş itin adı olduğu üçün böyük hərflə yazılır. Düzdür. Baba və nəvələr baxsıdakı bütün ağacları əhənglərdir. Bu xahişimi yerinə yetirərsən, cavab C variantındadır. Xahiş yox, xahiş. Xahiş C variantı.
Hansı söz amonim deyil? Amonimlər nəyə deyilir? Deyiliş, yazılış eynidir, lakin mənalar tamamilə fərqlidir. Çəkmə. Çəkmə sözü vurğusu dəyişməklə mənası dəyişən sözdür. Bir var deyirəm ki, çəkmə. Mənim şəklimi çəkmə. Burada vurğu birinci hecaya düşür. Bir də deyirəm çəkməni geyindi, yəni ayaqqabını geyindi. Burada isə vurğu ikinci hecaya düşür. Vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim sayılmır. Amma məsələn yay amonimdir. Yay ismi var, yay fəsli. Bir də yaymaq feili var. Yol amonimdir. Yol ismi, yolmaq feili. Qala amonimdir. Qala ismi, məsələn qız qalası, bir də var qalamaq feili. Tələffüzü düzgün verilən sözü göstərin. Alim. Alimdə A uzanır, uzanmada qoşa nöqtə ilə göstərirlər. A-dan sonra qoşa nöqtəni qoymalı idi orada. Bəxtəvər yox, bəxtəvər. Usta yox, usta. Tullanmaq yazılır, tullanmaq tələffüz olunur, düzdür. Cümlələrdən biri digərindən fərqlənir. Bu filmi izləməmisən? Bu sual cümləsidir. Hər axan su içməli olmaz. Nəqli cümlə ağıl ağıldan üstündür. Nəqli cümlə gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Bu da nəqli cümlə. Cavab A variantıdır. A variantında sual cümləsi, qalanlarda nəqli cümlədir. Hansı sırada yalnız kar samitlər işlənib? Məsələn, B variantında B cingiltilidir. C variantında G cingiltilidir. D variantında demək V, L, M bu da cingiltilidir. Qalır A variantı. Ş, P, C. A variantıdır. Yalnız kar samitlər işlənib. 16. Uyğunlaşdırın. Tünd, açıq rəngli, qırmızı kağız qapı. Demək, tünd qırmızı 1A, açıq qapı 2C, rəngli kağız, rəngli kağız 3-ə də gedəcək B. A variantı. Hansı sözlər defislə yazılmalıdır? Toz torpaq defislə yazılır, elə A variantıdır. Rasim bəy ayrı yazılır. Su səpən bitişik yazılır, göz bitişik yazılır. Buraxılmış hərfləri müəyyən edin. Aşpaz, rəsm xət, ümid B variantı. Biri hərəkət bildirir, məstan ad bildirir, pişiyin adı, kiçik əlamət bildirir, sonra qaçmaq hərəkət bildirir, sonuncudakı saydır. C variantı. Dövlət rəmizlərimiz hansılardır? Xəritə, himn, bayraq, gerb, ay, ulduz, bayraq, gerb. Dövlət rəmizlərimiz himn, bayraq və gerbdir. B variantı. Və bununla da Azərbaycan dili suallarının izahı yekunlaşdı. Keçək riyaziyyat suallarının izahına. 382 ədədini 100-yə qədər yuvarlaqlaşdırın. Demək, 2 təklik, 8 onluq, 3 yüzlük. 100-yə qədər yuvarlaqlaşdırın deyəndə 3-dən sonra baxıram ki, 8 gəlib. 8 də 5-dən böyükdür. Demək, avtomatik olaraq 3 bir vahid artacaq, olacaq 4. 8 ilə də 2 olacaq 0. Yəni 382 ədədini 100-yə qədər yuvarlaqlaşdıranda 400 olacaq. A variantı. Elə ədəd seçin ki, üzərinə 385 gəldikdə 821 etsin. Yəni, verilən variantlardan hansınasa birində, demək ki, ədədin üzərinə 385 gəldikdə 821 edir. Hansısa ədədin üzərinə 385 gəlirəm. Yəni, x üstəgəl 385 bərabər 821. Bunda necə tapıram? 821-dən 385-i çıxıram. 821-dən 385-i çıxanda 436 edir. Yoxlayanda görəcək ki, həqiqətən də 436-nın üstünə 385 gələndə 821 etmiş olacaq. A variantı. Hesablayın. 37 üzərinə gəlsin 20 bölünsün 3. Nə edəcək? Əvvəlcə mötərizənin içini həll etmiş olacaq. 37 üstə gəl 20. 20-nin üstünə 30 gələndə 50 eləyir. 50-nin üstünə 7 gələndə 57 eləyir. Yəni 37-nin üzərinə 20 gələndə 57 eləyir. Sonra 57-ni bölürük 3-ə 19. B variantı. Yumurtanın bişmə müddəti hansı ölçü vahidi ilə ölçülür? Litr, kilometr, dəqiqə, milliqram. Təbii ki, dəqiqə. Yəni yumurta neçə dəqiqəyə bişir, neçə dəqiqəyə bişir? C variantı. Məbləği hesablayın. 5 dənə 1 manatlıq oldu 5 manat. 2 dənə 10 manatlıq oldu 20 manat, 10, 10. Sonra 1 dənə 5 manatlıq üzərinə gəlsin 5. Bir dənə də 50 manatlıq. Üzərinə gəlsin 50. Oldu nə qədər? 80 manat. B variantı. Toya 120 nəfər qonaq dəvət olunmuşdur. 70 nəfəri gəlib. Gəlməyən neçə nəfər qalıb? 120 nəfərdən 70 nəfər gəlib. Neçə nəfər gəlməyib? 120-dən 70-i çıxacaq, 50 nəfəri gəlməyib. D variantı. Sual işarəsinin yerinə elə ədəd yazın ki, qalıqlı bölmə düzgün alınsın. 45 bölü 4 bərabərdir 11. Qalıq neçədir? Bu necə tapırıq? 11-i vururuq 4-ə. 11-i 4-ə vuranda neçə eləyəcək? 44. Aha, 44-ün üstünə neçə gələndə 45 edir? 44-ün
üstündən 1 gələndə 45 edir. C variantı. Necə tapdım? 11-i vurdum 4-ə 44. 44-ün üstünə neçə gələndə 45 eləyəcək? 1 gələndə 45 eləyəcək. Demək qalığım 1-dir. C variantı. 12 tili və 8 təpəsi var. 3 bucaq, silindir, kub, romb. 8 dənə təpə deyirsə, 3 bucaqda məsələn 3 dənə təpə var. Rombda 4 dənədir. Silindir yoxdur. Qalır nə? Kub. Kubda demək 8 dənə təpə var. 12 dənə də til var. Bəli. Kub. Kubun 12 tili, 8 təpəsi var. C variantı. Sonra Leyla xanım 32 manata köynək, 15 manata isə şalvar aldı. Kassirə 50 manat pul verdi. Kassir nə qədər pul qalığı qaytarmalıdır? Leyla xanım 32 manata köynək, 15 manata şalvar aldı. Cəmi nə qədər pul xərclədi? 32 üzərinə gəlinsin 15, 47 manat pul xərclədi. Amma 47 manatı yoxdur da, bütöv 50 manatı var. 32 ilə 15 topladım, elədi 47. Kassirə 50 manat verdi. Kassir ona nə qədər pul qaytarmalıdır? 50-dən 47-nə çıxıram. Kassir ona 3 manat pul qaytarmalıdır. 3 manat qaytarmalıdır. B variantı. Biri doğrudur. 4 vur 5 20 bərabərdir. 6 vur 4 24. 4 vur 5 20 də 6 vur 4 24-dür. Demək 20-24-də bərabər deyil axı. 3 vur 2 6-dır. 12 böl 4 3-dür. 6 3-ə bərabər deyil. 81 çıxı 81 0-dır. 9 vur 9 81-dir. 0 81-ə bağlı bərabər deyil. 45 böl 9 5 edir. 20-ni də 4-ə böləndə 5 edir. 5 5-ə bərabərdir. C variantı. Bir tərəfi 4 sm olan kvadratın perimetri neçə santimetr olar? Kvadratın 4 tərəfi var. Perimetrini tapmaq üçün 4 dənə 4-ü cəmləyirik. 4 dənə 4-ü də cəmləyəndə, yəni 4 vur 4 deməkdir. 16 edəcək. C variantı. Hansı iti bucaqdır? 90 dərəcə düz bucaq, 180 dərəcə demək açıq bucaq, 360 dərəcə tam bucaq, 90-dan aşağıda olanda isə 90 dərəcədən aşağı olanda iti bucaq olur. Yəni 45 dərəcə D variantı. Fərqli olanı tapın. 42, 56, 74, 37, 88. 42 2 ilə bitib, 56 6 ilə bitib, 74 4 ilə bitib, 88 8 ilə bitib. Bunlar cütdür. 37 isə 7 ilə bitib, təkdir. A variantıdır. Çıxılan 325, fərq isə 126-dır. Azalanı tapın. Necə olur bu? Azalan, çıxılan fərq. Azalanı bilmirik. Yəni x-dan 325-i çıxıb 126 alıb. Azalanı necə tapacaq? 325 ilə 126-nı toplayırıq. O da eləyəcək 451. A variantı. Ədədlərdən neçəsi 5-ə bölünür? Ədədin sonu 0 və 5 ilə bitirsə 5-ə tam olaraq bölünür. Sonu 0 və 5 ilə bitirsə tam olaraq 5-ə bölünür. 256 6 ilə bitib. 120-də 0 ilə bitib götürürəm. 299-da 9 ilə bitib götürmürəm. 365-də 5 ilə bitib götürürəm. 890-da 0 ilə bitib götürürəm. 995-də 5 ilə bitib götürürəm. 4 dənə. 120, 365, 890, 995. Sonu 0 və 5 ilə bitibsə 5-ə bölünür. Sonu 0 və 5 ilə bitibsə 5-ə bölünür. 4 dənəsi oldu. 120, 365, 890, 995. Ədədlərdən 4-ü 5-ə tam bölünür. B variantı. 6 vur 7 bərabərdir 42 misalında 42 ədədi qismətdir, vuruqdur, hasildir, fərqdir. Necə olur? Vuruq, vuruq, hasil. 6 vuruq, 7 vuruq, 42-də hasil. C variantı. 20 santimetrdə 10 santimetr neçə dəfə yerləşir? Yəni 20-ni 2-yə böləcəyik, 20-ni 10-a böləcəyik, daha doğrusu 2 dəfə. Yəni 20 santimetrin içində 2 dənə onluq var. 20-ni 10-a böldük, 2 dəfə A variantı. Yusif gündə 2 nağıl kitab oxuyur. Yusif bir həftəyə neçə nağıl kitab oxuyar? Bir həftədə neçə gün var? 7 gün var. 2-ni 7-yə vururam, 14 nağıl kitabı oxuyar. 4 rəfin hərəsinə 8 kitab düzmək üçün cəmlicə kitab lazımdır. 4 dənə rəfdir, hərəsinə də 8 dənə kitab yığmaq lazımdır. 4 dənə 8-i toplayıram, 32 və yaxud da 8-i 4-ə vururam, 32 C variantı. Cavabı 8 olan misalı tapın. Demək, 42-ni 6-ya bölürük, 7. 13-ü 13-ə bölürük, 1. Sonra 32-ni 8-ə bölürük, 4. 40-ı 5-ə bölürük, 8. Cavab 8 olan misal 40 böl 5.
Cavab D variantı və bununla da sualların izahı yekunlaşdı.